küləyi sevmirəm. Həmişə hava soyuq olanda, külək əsəndə saatlarca atamın arxasıyla baxırdım. O gedirdi, o itənə qədər onun arxasıyla baxırdım ki, külək, möhkəm küləklər var idi o vaxtlar. Ki külək atam yəni xəstələnər, atam zəifləyər. Hətta o dönəmlər elə bilirdim ki, insan hava soyuq olanda insan üşüyür. Çox sonralar anladım ki, dərk elədim ki, insanın günü güzəranı yaxşı olarsa, əyni qalın olarsa, o üşüməz.